Vaxtınız xeyir dəyərli izləyicilərim. Bugün sizə Fatmeydə Göradil bağları deyilən yerdə əzizlərim. Dəqiq ünvanı deyirəm ki, sabah deməyin, dalaşmayaq ki, bibi nəysə səhv deyib. Əzizlərim, 6 sot torpağın içində yerləşən bu gözəl evi sizə təqdim edirəm. Evimiz 2 mərtəbəlidir, 5 otaqdan ibarətdir. Darvazalar hamısı punktlandı. Çox gözəl evdə əzizlərim. Sağda həyət üçün sanuzel. Burada torpaq sahəsi saxlanılıb ki, burada da tərəvəz əkməyə çox yaxşıdır. Əzizlərim, gördüyünüz kimi tərəvəzlər sovulur, hələ yenə də var. Torpağı da xam torpaqdır. Bilirsiniz ki, burada nə yer açsın, hamısı bitir. Əzizlərim, evimizin arxa tərəfində də yeri var. Bundan əlavə evimiz 2 mərtəbə, aşağısı da padvallı. Padval da adam boyudur. Bankəb olan əl artıq nəyiniz varsa hamısını yığın bura. Bu hissədə kombinin damıdır. Evimizin arxa tərəfində də gördüyünüz kimi bax belə torpaq sahəsi. Bax bu pləkanın altı da əzizlərim, üstü virandadır, yəni oturmağa yeri. Lap kim istəsə üstün yığa da bilər. Aşağısı da yenə neçə tonluq su baseynidir. Evin 2 giriş tərəfindən evə xod var. Buradan da xod var içərdən, o bir tərəfdən də. Bura bizim mətbəx. Bura sanuzel. Bura qonaq otağı. Qeyd etdiyim kimi qonaq otağından da evin arxa tərəfinə çıxış var. İndi gedəyin əzizlərim evimizin 2-ci mərtəbəsi ilə tanış olağın. Qeyd etdiyim kimi evimiz 2 mərtəbəli 5 otaqdan ibarətdir. 6 da padval. Sənəti paket qufca. Hipoteka yolu ilə mümkündür.